Hörmətli izləyicilərimiz, sizlərə bugün 10 sot torpaq sahəsində inşa edilən, evə qoyulan puldan, evə xərclənən dəyərdən 2 dəfə aşağısına təklif olunan, çox təcili satılan 10 sotda 3 mərtəbəli, 8 otaqlı, kupçalı villa tipli evimizi sizlərə təqdim edirəm. Dəyərli izləyicilərimiz, həqiqətən də çox möhtəşəm bir təklifdir. Video ətraflı şəkildə sizlərə izahlı təqdimat edəcəm. Diqqətlə baxın. Evin dörd bir yanına keçmək mümkündür. Həyətyanı sahəsi çox gözəldir. Baxın. Arda-arda bir 10-12 avtomobil daxil ola bilir. Həyətdə gözəl bir bağ sahəsi var. Həmçinin bunu da qeyd edim ki, asfalt yolun kənarında olduğu üçün burada obyekt tikib icarəyə vermək də mümkündür. Həyətdə müxtəlif növdə dekorativ ağacları, gülləri, çiçəkləri, gözəl bir görünüşü var. Fasad da gördüyünüz kimi ağlay daşlardır, birinci sort daşdır. Sadəcə olaraq evdə uzun müddətdir ki, yaşayış yoxdur, ev sahibi qalmadığı üçün bu evdə bu evi 2 dəfə, qoyulan dəyərdən 2 dəfə aşağısına təklif edir. Adicə evin fasadına qoyulan ağlayın dəyəri 120 min manatdır. 120 min manat bu evin ağlayına təkcə pul verilib. Bütün materiallar hamısı bahalı keyfiyyətli materiallardır. Belə bir gözəl həyətyanı sahəsi var. Harada yerləşir? Abşeron rayonu Masazır qəsəbəsi Zaur Həsənov küçəsində yerləşir. Asfalt yolun kənarında məktəbə, marşruta, əsas yola bir neçə alternativ çıxışı olan bir ərazidə yerləşir. 2 geniş balkon hissəsi vardır ki, bir balkonu teras məqsədi ilə, digər balkonu isə böyük mini bir teras məqsədi ilə istifadə olunur. Yerdən kürsülüdür, döşəməsi palıd parketdir. Kolonlardan, rigellərdən, monolit betondan istifadə olunur. Bina üslubunda inşa olunan nəhəng, möhtəşəm bir həyət evdir. Adicə bu ərazidə torpağın bir sotu, bilənlər bilir ki, bir sotu 25 min manatdır. 25 min manatı ən minimum təklif 25 min manatdır. Ucuz satılsa minimum 25 min manatdır. Belə bir gözəl görünüşə malikdir. Gəlin sizlərə keçək evimizin daxili hissəsini təqdim edim. Belə bir evimizin geniş bir dəhliz sahəsi bizi qarşılayır. Qapılarından da göründüyü kimi bahalı qapılardır. Hal-hazırda bu ərazidə torpaq alıb bu evi tikməyə aşağısı 700-800 min pul lazımdır. Sizlərə 349 min manata bu gözəllikdə evimizi təqdim edirəm. İstəsəz aboy vura bilərsiniz. Aboy yoxdur təkcə. Palıd parketdir. Rusiya istehsalı, 2 pəncərəsi öz həyətyanı sahəsinə baxır. 8, 9, 10 otağa yaxın bir otaq sahəsi vardır ki, belə deyim ki, ev sahibi də bilmir ki, ev neçə otaqdır, o qədər çoxdur. Bunu alıb gələcəkdə üstünə qaldırıb apartmanla etmək olar. Bir bağça kimi istəsəz istifadə edə bilərsiniz. Domofon sisteminə kimi var. 700 min manat pul qoyulub 2 dəfə aşağı qiymətə təklif olunur. Belə bir yataq otağımı deyim, sizlərə bir qonaq otağımı deyim. Otaqlar o qədər genişdir ki, çox möhtəşəm. Satışda belə evlər tapmaq çətindir. Əlavə olaraq burada belə bir parnoyu da var, hamam otağı. Yüngül kosmetik xərc lazımdır. Aboy falan istəsəz vurula bilər. Bura sanitar qovşağı, bura hamam otağı. Evdə yaşayış yoxdur deyə ola bilər ki, bəzi səliqəsizlik olsun, ev sahibi hal-hazırda bu evdə yaşamır. Evə gəlib baxmaq istəsəz əvvəlcədən məlumat verin. Sözümə inanın, çox düşmə təklifdir. Belə ev axtaran alıcılar üçün ən ideal təklifdir. 349 min manata 700 min manat pul qoyulub. Sənədlə, sübutla, kitabla, dəftərlə ev sahibi sizə bütün məlumatları qeyd edə bilər. 700 min manat, neçə il bundan qabaq qoyulub, o vaxtda torpağın sotu da ucuz idi. İndi isə torpağın sotunu gəlib, burada hər hansısa bir qonşudan maraqlana bilərsiniz. İkinci mərtəbədə geniş bir dəhliz sahəsi var. Burada bir oturma otağı kimi istifadə olunur. Videomuz uzun çəkə bilər. Diqqətlə baxın, çox gözəl bir təklifdir bura. Deməli, baxın. Birinci balkonu. Belə bir balkon. Balkon demək olmaz bu evə. Belə bir terası var. Ətrafda villalarla əhatə olunan çox gözəl bir yerdir. 2 mərtəbə plus mansard. Mansarddakı mərtəbə hündürlüyündədir. Bura evimizin yataq otaqlarından birincisi. Burada evimizin növbəti yataq otağı. Baxın, görün necə geniş otaqları var.
İkinci mərtəbədə yerləşən sanuzel, növbəti yataq otağı, maşallah olsun yataq otağı boldur. Geniş ailəli müştərilərimiz üçün çox gözəl təklifdir. 349 min manata bu möhtəşəm, belə desək şahanə evimiz satılır. 10 sotda, ev də, torpaq da kupçadır. Dövlət ipotekasına yararlıdır və 3-cü mərtəbəsi belə bir hündür mansard tiplidir. Yəni bura mansard demək o qədər də düzgün deyil. Baxın, mərtəbədən də hündürdür. Bura evimizin növbəti hissəsi, balkon hissəsi. Balkonda da mətbəx yığılıb. Geniş bir qonaq otağı. Burada evimizin yataq otaqlarından növbəti. Sən görürsünüz necə gözəl evdir. Həqiqətən də. Yəni bu evi bugünkü gündə bu şəkildə inşa etməyə, yəni tikintidən anlayışı olanlar bilər ki, indiki dövrdə nə qədər xərc edər. 3 mərtəbənin 3-ü də palıd parketdir. Hər mərtəbə monolitdir, ideal ev. Buyurub maraqlana bilərsiniz.